Qardabani Bələdiyyəsinin Qaracalar kəndində kickboksing üzrə yeniyetmələr və gənclər arasında turnir təşkil edilib. Qaracalar Fight Klubun təşkilatçılığı ilə baş tutan turnirdə Mardiolidən, Telavidən, Qardabaninin müxtəlif kəndlərindən və digər bölgələrdən gəlmiş ümumilikdə 80-ə yaxın idmançı iştirak edib. Qaracalar Fight Klubunun təqdim etdiyi və təşkil etdiyi kickboks turnirimizdə 6 və 7 komandanın çox komandası iştirak edir və 80-ə yaxın idmançı sayımız var. Hal-hazırda biz belə bir turnirləri yeniyetmə və gənclərin gələcəkdə sportun inkişafı üçün, sağlam yola yönəlməsi üçün təqdim edir. Həm də idmançılar üçün təcrübədir sadəcə bu. Məqsədimiz daha böyük yarışlar keçirməkdir. Tezliklə bizim böyük bir ringimiz, böyük bir yarışımız olacaq. Və orada bizim təcrübəli idmançılarımız Emil Xəlilov, Kənan Bayramov, Aftan Dilmehdiyev, Özcan Ahmedov, Raxtxan Osmanov kimi bir neçə idmançılarımız orada iştirak edəcək. Ölkəmizdə də tanınmış idmançılarımız var. Onlar da öz döyüşlərimizdə artıq iştirak edəcək. Çünki uzun illərdir xaricdə hər yerdə döyüşürlər, yəni ölkə qırağında. Artıq onlar da Şuşa daxilində öz yarışlarımızda iştirak edəcəklər. Onu da bildirək ki, turnirdə qonaq qismində 7 qat dünya və 3 qat Avropa çempionu olan idmançımız Alim Nəbiyev də iştirak edib. Belə super turnir keçir, balacalar üçün dəstək edirik. Sağ olsun İsmaxan müəllim. Belə turnirlər keçizilir, biz də həmişə yanındayıq, nə lazımdır. İnşallah belə tez-tez turnirlər olsa, bizim balaca uşaqlar, bizim millət dəstək olsa, bizim balacalarda çox potensial var. İnşallah belə turnirlərdə döyüşüb, dünya arenalarda çıxa bilərlər, qələbə qazansınlar, bizim millət dünyada tanıyalım. Səfərov Cəlil Fight Klubundan 9 dənə idmançılarla gəlmişik buraya. Döyüşdən bizdən 3 dənə nəticəmiz var. Allah qoysa, gələcəkdə belə turnirlər çox olsun. Bizim Gürcistan elində Allah qoysa idmançılar yetişdirək, dünya səviyyəsinə çıxardaq. Bütün hamısına idmançılara uğurlar arzulayıram. Möhkəm olun və irəli. Keçirilən döyüşlərin sonunda qaliblər kubok, medal və fəxri diplomlarla təltif ediliblər.